Salam əziz şagirdlər, bugün mən sizə irrasional ifadələrin müqayisəsinə aid belə bir misalın izahını təqdim edəcəyəm. Burada A və B ədədlərini müqayisə etmək lazımdır. İlk növbədə nə edək? A-da toplananların yerini dəyişək. Yazaq A bərabərdir. Kök altında 6, üstəgəl kök altında 7. B-ni də gətirək burada yazaq. Kök altında 6, üstəgəl kök altında 5. Diqqət etsək görərik ki, A və B toplananlarının, yəni A və B ədədlərinin bir toplananları bərabərdir. Kök altda 6, kök altda 6. Və burada nə qaldı? Kök altda 7 və kök altda 5. Biz kök altda 7 ilə kök altda 5-i müqayisə etsək, deyə bilərik ki, yəni A və B ədədlərinin hansı böyükdür? Biz əvvəlki mövzularımızdan bilirik ki, əgər A ədədi B ədədindən böyük və onlar da sıfırdan böyükdürsə, kök altda A, kök altda B-dən böyük olur. Buna əsaslanaraq deyə bilərik ki, kök altda 7, kök altda 5-dən böyükdür. Və buradan belə bir nəticəyə gəlirik ki, eyni ədədin üzərinə böyük ədəd gəldikdə daha böyük ədəd alınır. Məsələn, tutaq ki, 5-in üzərinə 15 gəldikdə 20-dir, düzdürmü? Bir də var, 5-in üzərinə daha kiçik ədəd gəlir. Məsələn, 10 gələk, eləyir 15. Yəni, eyni toplanandı, amma böyük ədəd gəldikdə cəm daha böyük edir. Və bunu da burada tətbiq etsək, görərik ki, kök altda 6, kök altda 7, kök altda 6, kök altında 6. Kök altda 7, kök altda 5-dən böyük olduğu üçün, deməli, kök altında 6 üstə gəlsin kök altda 7-nin cəmi, kök altında 6 üstə gəl kök altda 5-in cəmindən daha böyük olacaq. Və buna da biz bir A-dır, bu B-dir. Deməli, A B-dən nə olur? Böyük olur.